Şeyh Abdurrahman ibn Said rahimehullah, Şeyh Said rahimehullah buyurur ki: "Hada nahyun an tamanna'l maut lid-dar allazi yanzil bil-'abd min maradin aw faqrin aw khawfin aw wuqa'in fi şiddeti məhləkətin." İnsan hər hansısa bir həlakətici bir səbəbdən müsibət baş verib, şiddətli xəstəlik baş verib, kasıbçılıq ucbatından şiddətli kasıbçılıq içindədir, o ölümü arzulamamalıdır. Bax, bu hədis də Şeyx Sədi deyir ki, qadağan edir. Hədis bunu qadağan edir. Çünki Şeyx buyurur ki, فَاِنَّ فِي تَمَنَّ الْمَوْتِ لِذَٰلِكَ مَفَاسِدًا. Sənin ölümü arzulamağında çoxlu fəsadlar var. Heç də elə bilmə ki, canın qutaracaq, hər şey yaxşı olacaq. Minhə ənəhu yu'zinu bis-saxat. Sənin ölümü arzulamağın qəzəblənməkdir. O da nədir? Sənin Rəbbinə qarşı onun qədərinə etirazdır. Sən etiraz edirsən ki, ya Rabbi, mənə niyə verdi, baş verdi, niyə bu bəla mənə gəldi? Niyə bu xəstəlik getmir? Canım qalmadı, danışır ancaq, adam deyinir. Bu qədərindən narazılıqdır, Allah subhanət hala səni ibtila edir. Və huvə mə'murun bis sabr. Hansı ki, şeyx deyir ki, Allah onu səbr etməyi əmr edir. Və ənəhu yud'afun nəfs. Nəfsi zəiflədir. İnsanın deyinməyi, narazılıq eləməyi, xəstəliyindən nəfsi zəiflədir. Və yuqa fil yəs. Və onun yəni kədərin, sıxıntısını da artırır. Və ennel maut yaqda aləl abdil əməl salihə. Ölüm gəlsə sənə sənin salih əməllərin kəsiləcək, qardaş. Nəyi arzulayırsan? İkisinə salih əməllər edə bilərsən. La ilahə illallah deyə bilərsən. Hansı ki, bilirik, cənnətdə ev tikilir. Zikirlər edə bilərsən. Yatağında olmağına baxmayaraq, müsibət gəlməyə baxmayaraq, sənin bu salih əməlin kəsilmiş olacaq. Şeyx Sədi rahimehullah bunu bizə tövsiyə edir. Və 5-ci nəsihət, aleykə bid-dua və tədarrü ilallah subhanahu və taala. Xəstə olan şəxs Allah subhanahu və taalaya dua etməkdə, yalvarmaqda, yəni bundan möhkəm sarılmalıdır, yəni. Vacibdir ki, onun üzərinə Allaha yalvarsın, dua etsin. Allah subhanahu və taala fəhuvə şəfi vahdehu. Yalnız tək olaraq şifa verən kimdir? Allah subhanahu və taala. O zaman Allah buyurur ki, mübarək kəlamında: "Əmmən yucibul muttarra izə da'ahu yakşifus-su." Bütlərə Allah Subhanahu buyurur ki, bütlərmi xeyirlidir? Yoxsa darda qalan kimsə ona dua etdiyi zaman onun duasını qəbul edən? Sual verir Rəbbimiz. Bütlərmi xeyirlidir? Yoxsa sən dua edirsən, dardasan, sənin duanı qəbul edən Allah mı xeyirlidir? Şəri sovuşduran Allah mı xeyirlidir? Təbii ki, Allah Subhanahu və taala xeyirlidir. Yəni bu göstərir ki, darda olan xəstə Rəbbinə dua edib yalvarmalıdır. Və la təstəcilil icabə. Nə də dua edirsən ki, Allahım mənə şəfa ver, ya Allah şifa ver cinən, Allahım bu müsibəti məndən qaldır.